Son vaxtlar BYD Abşeron mərkəzi ilə bağlı xəbərlər görürük. Elə ona görə də bugün gəlmişəm BYD Abşeron mərkəzinə, həm təmir işlərindən tanış olaq, həm də sizə göstərək. Getdik. Əvvəlcədən onu qeyd edeyim ki, salonumuz Masazır dairəsində yerləşən Mitsubishi və Toyota Abşeron mərkəzinin tam da yaxınlığında yerləşir. Hətta yolun kənarında BYD loqosunu artıq görə bilərsiniz. Salonun eksteriyerində işlər demək olar ki, bitmə üzrədir. Hazır olandan sonra artıq şəkildə gördüyünüz formada olacaq. Gəlin keçək içəri. Avtosalonun sahəsi tam olaraq 1100 kvadrat metrdir. Gördüyünüz kimi boya və təmir işləri yekunlaşmaq üzrədir. Tam hazır olanda isə tam da şəkildə gördüyünüz formada olacaq. Onu da qeyd edeyim ki, BYD Abşeron bütün avtomobillərinə 6 il və ya 150 min kilometr zəmanət verəcək. Rəsmi dillər arasında müştərilərin ödənişlərini daha rahat etməsi üçün bank da fəaliyyət göstərəcək. Bu gördüyünüz hissə isə servis zonasıdır. Eyni anda 9 avtomobilə qulluq göstərilə biləcək və tam olaraq sahəsi 700 kvadrat metrdir. Bir xəbər də verim sizə. 1 sentyabra kimi Azərbaycana gətirilmiş BYD avtomobillərinin sahibləri də buraya yaxınlaşaraq öz avtomobillərini ödənişli formada zəmanətə sala biləcəklər. Bura isə BYD Abşeronun ehtiyat hissəsi anbarıdır və ölçüsü 660 kvadrat metrdən də çoxdur. Və burada sizə lazım olacaq bütün orijinal ehtiyat hissələr saxlanılacaq. BYD Abşeronun hazırlıq prosesindən onu da görə bilirik ki, Azərbaycanda hər ailənin BYD-si olacaq və çox tezliklə oktyabr ayının sonunda olan açılışda bu avtosalonu tam hazır vəziyyətdə elə birlikdə görəcəyik. İzləmədə qal.